Salam, hər vaxtınız xeyir əziz kanal izləyiciləri. Mən Aytaç Həsənova. Bugün sizlərə 3-cü sinif Azərbaycan dili dərsliyindən növbəti mövzunu izah edəcəm. Mövzunu izah etməzdən əvvəl bir elanı diqqətinizə çatdırım ki, bizim onlayn hazırlıq qruplarımıza qeydiyyat davam edir. Siz də vaxt itirmədən aşağıdakı nömrə ilə əlaqə saxlayaraq hazırlıq qruplarımıza yazıla bilərsiniz. Hazırlıq qruplarımızda həm oxu bacarıqları inkişaf etdirilir, həm uşaqların ev tapşırıqlarına kömək olunur. Bununla yanaşı dərslikdəki mövzular dərinliyi ilə izah olunur. Mövzu sınaqları, aylıq sınaqlar və həftəlik sınaqlar təşkil olunur ki, bu sınaqların da nəticələri valideynlərlə bölüşülür və həmin valideyn bilir ki, övladı həmin mövzunu mənimsəyib yoxsa yox. Bununla yanaşı möhkəmləndirmə tapşırıqları və əlavə vəsaitdən də tapşırıqlar işlənilir. İndi isə gəlin dərsimizin izahına keçək. Bugün biz öyrənəcəyik sizlə sözün tərkibini. Gəlin əvvəlcə mən sizə qısaca izah verim, daha sonra tapşırıqların icrasına keçək. Sözün tərkibi iki hissədən ibarətdir. Kök və şəkilçi. Deməli, sözün tərkibi nədən ibarətdir? Kök və şəkilçidən. Sözün işlənə bilən hissəsini, ayrılıqda başa düşülən hissəsinə kök deyirik. Məsələn, yazıram qələm. Baxın, qələm sözü sözün köküdür. Qələm sözünün yanında heç bir şəkilçi yoxdur. Təkcədir. Amma bir də yazıram ki, ç şəkilçisi. Bu artıq şəkilçi. Mən ç deyəndə siz məni başa düşmürsünüz. Deyirəm ç. Nə başa düşdün? Nə anladın? Əlbəttə ki, heç nə. Çünki bunun bir mənası yoxdur. Amma qələm sözünü deyəndə siz artıq başa düşürsünüz ki, yazı yazmaq üçün bir vasitədir. Yazı yazmaq üçün bir əşyadır. Məsələn, yazıram, tutalım ki, bura yazaq məktəb. Baxın, bu məktəb sözün köküdür. Sözün yanında heç bir şəkilçi yoxdur. Ayrılıqda işlənə bilir. Ayrılıqda biz onu deyəndə başa düşürük ki, məktəb deyəndə təhsil almaq üçün bir binadır. Hansı ki, uşaqlar ora gedir, təlim-tərbiyə ilə məşğul olurlar, öyrənirlər. Amma desəm ki, məktəb, üstə gəl in şəkilçisini artırsam, artıq in burada şəkilçidir, məktəb sözün köküdür. Mən sizə təkcə in şəkilçisini desəm, siz məni başa düşməyəcəksiniz ki, mən nə demək istəyirəm. Və yaxud da l şəkilçisi, li şəkilçisi. Yazıram ki, məktəbli. Deməli, burada li şəkilçi məktəb sözün köküdür. Çünki məktəb sözü ayrılıqda işlənə bilir, amma li şəkilçisi ayrılıqda başa düşülmür, işləmir. Bir də ki, sizə bircə bunu da öyrədim ki, şəkilçilər sözə qoşulanda sözün mənasını dəyişə bilirlər. Məsələn, məktəb binadır. Düzdür? Biz orada gedir təhsil alırıq. Amma məktəbli deyəndə artıq burada insandan söhbət gedir. Hansı ki, məktəbin içində təhsil alan şagirddən söhbət gedir. Bütün şəkilçilər sözün mənasını dəyişmir. Amma dəyişən şəkilçilər də var. Siz onu indi tapşırıqları işlədikcə daha yaxşı başa düşəcəksiniz. Bu bizim qaydamızın izahı idi. İndi keçirik tapşırıqlara. Tapşırıq A. Verilmiş sözlər dəyişən və dəyişməyən hissələrini müəyyən edin. Baxın, meyvə sözü dəyişməyəndir. Amma meyvənin burada nin şəkilçidir. Yəni, nin dəyişir. Bax, o nin şəkilçisi 4 forması var. Nun, nün, nın. Bu formada dəyişə bilir. Amma meyvə sözü elə meyvə də qal. Biz meyvə demirik ki, meyvə demirik ki. Söz elə meyvədir, meyvə kimi də deyirik. Sonra meyvədən. Dən şəkilçisi dəyişir. Olur dan, dən. Daha sonra meyvəli. Meyvəli. Li şəkilçidir. L, li, lu, lü. Dəyişə bilir. Amma meyvə sözü dəyişmir.
Meyvələr. Burada deməli, çox yazdım. Bir dəqiqə silək. Meyvələr. Lər şəkilçisi dəyişəcək. Olacaq lar, lər. Məsələn, kitablar, meyvələr. Meyvəsiz. Meyvəsiz. Yenə burada da sız, siz, suz, süz formasında dəyişir. Keçirik tapşırıq B-yə. Sözlərə şəkilçilər artırmaqla köçürdün. Olacaq pul, lu. Birbaşa yazacağım mən artıq. Pul, suz. Pullar. Puldan. Bu formada. Şokoladlar. Sonra şokolatım. Daha sonra şokolatlı. Daha sonra şokolada. Bu formada olur. Keçirik növbətiyə. Dənizçi. Dənizlər. Dənizdə. Dənizə. Növbəti satıcı. Satdı. Satır. Satsın. Bu formada artırırıq. Sonra keçirik tapşırıq C-yə. Hər bir sözün kökünü müəyyən edin. Dadlı. Baxın. Dad sözün kökü. Elə qarşısına bir dənə kökü yazırıq. Sonra dükançı. Şəkilçini yazmağa ehtiyac yoxdur. Dükan sözün köküdür. Sonra mağazadan. Mağaza sözün köküdür. Uşaqlar. Sözün kökü uşaqdır. Bağban. Sözün kökü bağdır. Sonra evdən. Sözün kökü evdir. Meşəlik. Sözün kökü meşə. Aldı. Sözün kökü aldı. Keçirik növbəti. Hansı varlığı ifadə edən sözlərin tərkibində şəkilçi var? Baxın. Əl sözün kökü. Burada şəkilçi yoxdur. Kökdür. Amma əlcək sözündə əl üstə gəlcək şəkilçidir. Deməli, şəkilçi olan budur, şəkilçi olmayan budur. Sonra gül sözün köküdür. Güldan artıq şəkilçi ilə düzəlib. Deməli, gül üstə gəl dan şəkilçisi ilə burada deməli var. Daha sonra keçirik növbətiyə baxırıq. Bir dəqiqə uşaqlar, bir dəqiqə gəlirəm, izah verəcəm. Aha, keçirik indi tapşırıq D-yə. Sakit. Nöqtələrin yerinə buraxılmış şəkilçiləri yazmaqla cümlələri köçürün. Ata oğlunu hara apardı? Gəzintiyə. Gəzintiyə. Uşaq çərəz və şirini istədi. İstədi. Atanın pulu az idi. Yazıram. Atanın
pulu az idi. Uşaq atasından küsdü. Uşaq atasından küsdü. Ata oğluna 2 alma aldı. Uşaq almalardan birini tramvaydakı oğlana verdi. Ata sevindi. Keçirik növbəti səhifəyə. Rollu oyuna necə hazırlaşırsınız? İndiyə kimi oynadığınız rolları xatırlayın. Ən çox bəyəndiyiniz rol hansı olub? Rollu oyuna hazırlaşarkən bizə verilən rolun sözləri nədirsə, biz onu öncə əzbərləməliyik. Məsələn, tutalım ki, Cırtdan nağılında bizə Cırtdanın rolu verilib. Biz Cırtdanın sözlərini əzbərləməliyik ki, o harda, hansı sözləri deyir və onun keçirdiyi hiss həyəcanı, qorxu, sevinc, kədər, bütün bunların hamısını üz cizgilərimizdə, mimikamızda göstərməliyik. İndiyə kimi oynadığınız rolları xatırlayın. Ən çox bəyəndiyiniz rol hansı olub? Təbii ki, bu hər bir uşaq buna fərdi cavab verəcək. Məsələn, kimisi deyəcək Cırtdanı xoşladım, kimisi deyəcək Qırmızı papağı xoşladım, kimisi deyəcək məsələn Məlik Məmmədi sevdim. Kimə hansı rol xoş gəlirsə, o rola cavab verəcək. Balaca aktyor. Bugünkü mətnimiz budur. Gəlin mətni oxuyaq, analiz edək, daha sonra suallara cavab verək. Bayraq günü yaxınlaşırdı. Məktəbdə hamı tədbirə hazırlaşırdı. 3-cü sinif şagirdləri Qarabağ şəhidi Natiq Qasımova həsr olunmuş tamaşa göstərəcəkdilər. Həsən də bir ay idi ki, yoldaşları ilə məşq edirdi. Senaridəki dialoqları əzbər bilirdi. Nəhayət, həmin gün yetişdi. Həsən yuxudan oyananda hiss etdi ki, boğazı ağrıyır. Çətinliklə udqunur, amma çalışdı ki, anası bunu bilməsin. Axı Həsən tamaşada baş qəhrəman rolunu canlandırmalı idi. Onsuz tamaşa baş tutmazdı. Məktəbin tədbiri yarımçıq qalardı. Məktəbdə dostu Salih Həsəni görüb təəccüblə soruşdu. Həsən, sənə nə olub? Üzün qızarıb. Xəstələnməmisən ki? Yox, Salih, yəqin həyəcandandır. Salih tamaşada düşmən ordusunun zabiti rolunu canlandıracaqdı. Senariyə görə Həsən də sonda Xocalı sakinlərini xilas etməli idi. Tamaşaçılar zalda yerlərini tutdular. Pərdə hələlik bağlı idi. Həsən pərdənin arasında zala baxdı. Tədbirə dəvət olunmuş hərbiçilər ön sırada oturmuşdular. Valideynlər də tamaşaçılar arasında idi. Nəhayət, tamaşa başlandı. Həsən səhnəyə çıxdı. Onun hərarəti yüksək idi. Yanaqları od tutub yanırdı. Ürəyi sürətlə döyünürdü. Buna baxmayaraq Həsən rolunu oynayırdı. Məharətlə oynayırdı. Tamaşa sona yaxınlaşırdı. Əlində bayraq düşmənə tərəf gedən Həsən birdən səndələdi. Bayraqdan tutaraq yavaşca yerə oturdu. Onun bu hərəkəti senariyə uyğun deyildi. Zal sükut içində idi. Tamaşaçılar nə baş verdiyini anlaya bilmirdilər. Tamaşaya rəhbərlik edən Cabir müəllim dözməyib səhnəyə çıxdı. Həsənə yaxınlaşıb ona tərəf əyildi. Nə olub Həsən? Həsən güclə dilləndi. Xəstəyəm müəllim, başım fırlanır, bağışlayın. Tamaşaçılar həyəcanla gözləyirdilər. Nəhayət Cabir müəllim üzünü tamaşaçılara tutub titrək səslə dedi.
Hörmətli tamaşaçılar, baş rolu oynayan aktyorumuz Həsən xəstələnib. Amma bu vəziyyətdə də o öz rolunu məharətlə canlandırdı. Qəhrəmanımıza layiq bir şagird olduğunu sübuta yetirdi. Mən onunla fəxr edirəm və belə bir uşaq tərbiyə etdiyinə görə valideynlərinə təşəkkürümü bildirirəm. Tamaşaçılar ayaq üstə bir neçə dəqiqə aktyorları alqışladılar. Yavuz Bahadıroğlu'nun məsuliyyətli şagird hekayəsi əsasında. Gəlin əvvəlcə söz boğçasındakı sözlərimizin izahına baxaq ki, görək bizdən mətndə demək istədiyi nədir? Ondan sonra isə keçək deməli tapşırıqların izahına. Baxırıq ki, birinci sözümüz məsuliyyət sözüdür və məsuliyyət sözünün mənası nəyəsə görə cavabdeh olmaqdır. Yəni sənə kimsə bir iş tapşırır, sən artıq öhdəlik daşıyırsan ki, mən bu işi məsuliyyətli bir şəkildə yerinə yetirəcəm. Səndələmək isə müxtəlif səbəblərdən ayaq üstə dura bilməyib yırğalanmaq deməkdir. Səhnə isə teatr tamaşalardan hansı ki, məsələn, kukla tamaşası, məsələn, aktyorların olduğu səhnəyə teatr tamaşalarının göstərildiyi xüsusi meydançaya səhnə deyirlər. Ssenari isə hər hansı bir tutalım ki, film olsun, hər hansı bir tamaşa olsun, həmin tamaşada aktyorların ən kiçik məlumatlarına qədər yazıldığı ədəbi əsərə deyirlər. Sükut isə susmaq deməkdir, danışmamaq deməkdir, dinməmək deməkdir. İndi isə keçirik tapşırıqlara. Tapşırıq B. Suallara cavab verin. Tədbir hansı günə həsr olunmuşdur? Tədbir hansı günə həsr olunmuşdur? Baxırıq mətnimizə. Bayraq günü yaxınlaşırdı. Deməli, tədbir hansı günə həsr olunmuşdur? Bayraq gününə. Bir dəqiqə açılsın, yazaq. Aha, tədbir bayraq gününə həsr olunmuşdur. Yazırıq. Bayraq günü. Həsən səhnədə hansı rolu canlandırırdı? Həsən səhnədə baş qəhrəmanı canlandırırdı və Xocalı sakinlərini gəlib xilas eləməli idi. Ona görə biz ora yazacağıq baş qəhrəman. Baş qəhrəman. Həsən nəyə görə xəstəliyini hamıdan gizlədirdi? Çünki o düşünürdü ki, onsuz tədbir baş tutmayacaq. Çünki o baş qəhrəman idi və baş qəhrəman olmayanda da tədbir natamam olurdu. Ona görə xəstəliyini hamıdan gizlədirdi. Çünki tədbir yarımçıq qala bilərdi. Cabir müəllim deyir, nə üçün səhnəyə çıxdı? Cabir müəllim gəlin baxaq, nəyə görə səhnəyə çıxmışdı? Tamaşaya rəhbərlik edən Cabir müəllim dözməyib səhnəyə çıxdı. Həsənə yaxınlaşıb ona tərəf əyildi. Nə olub Həsən? Həsən güclə dilləndi. Xəstəyəm müəllim. Ona görə səhnəyə çıxdı ki, çünki neynəmişdi? Həsən yıxılmışdı. Keçirik növbəti. Sizcə nə üçün bayraq günü münasibəti ilə hazırlanmış tamaşa Natiq Qasımova həsr olunmuşdur? Ona görə ki, Natiq Qasımov kimdir? Natiq Qasımov Qarabağ döyüşlərində şəhid olubdur və o qəhrəmancasına döyüşüb, sonda da Xocalı sakinlərini xilas edib. Ona görə də bayraq günündə Natiq Qasımovu ön plana çıxardıblar ki, bizim igid oğullarımızın, qəhrəmanlarımızın, onların cəsurluğunu, igidliyini, şücaətinə, bayrağımız uğrunda şəhid olmasını, vətənimizi qoruması uğrunda canından keçməsini
heç kim unutmasın və bunları şagirdlərə də göstəririk ki, bütün hər kəsə nümunə olsun ki, Azərbaycanda necə oğullar var. Onda yazırıq, tapşırıq C. Deyir, nə üçün bayraq günü münasibəti ilə hazırlanmış tamaşa Natiq Qasımova həsr olunmuşdur. Natiq Qasımov birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Bu Xocalı sakinlərini xilas edib. Ona görə də Azərbaycan xalqı qəhrəmanlarını unutmamalı. Deməli, ona görə bayraq günündə Natiq Qasımova həsr olunub ki, Natiq Qasımov 1-ci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olub, o Xocalı sakinlərini xilas edib. Ona görə də Azərbaycan xalqı qəhrəmanlarını unutmamalı, onların şərəfli həyat yolu hər kəsə nümunə olmalıdır. Keçirik tapşırıq Ç-yə. Həsənin dilindən mətni nəql edin. Bu zaman mətndə olmayan epizodlarda əlavə edə bilərsiniz. Bunu danışarkən biz artıq nağılı, hekayəni öz dilimizlə danışmalıyıq. Yəni, sanki biz Həsənin dilindən danışırıq. İndi keçirik, başlayaq, danışıq. Məsələn, bayraq günü yaxınlaşırdı. Məktəbdə hamı tədbirə hazırlaşırdı. 3-cü sinif şagirdləri Qarabağ şəhidi Natiq Qasımova həsr olunmuş tamaşa göstərəcəkdilər. Mən də bir ay idi ki, yoldaşlarımla məşq edirdim. Ssenaridəki dialoqları əzbər bilirdim. Nəhayət həmin gün yetişdi. Mən yuxudan oyananda hiss etdim ki, boğazım ağrıyır. Çətinliklə udqunuram. Amma çalışdım ki, anam bunu bilməsin. Axı mən tamaşada baş qəhrəman rolunu canlandırmalı idim. Mənsiz tamaşa baş tutmazdı. Məktəbin tədbiri yarımçıq qalardı. Məktəbdə dostum Salih məni görüb təəccüblə soruşdu. Sənə nə olub? Üzün qızarıb. Xəstələnməmisən ki? Yox, yəqin həyəcandandır. Salih tamaşada düşmən ordusunun zabiti rolunu canlandıracaqdı. Ssenariyə görə mən də sonda Xocalı sakinlərini xilas etməli idim. Tamaşaçılar zalda yerlərini tutdular. Pərdə hələlik bağlı idi. Mən də pərdənin arxasından zala baxdım. Tədbirə dəvət olunmuş hərbiçilər ön sırada əyləşmişdilər. Ön sırada
oturmuşdular. Valideynlər də tamaşaçılar arasında idi. Mən çox həyəcanlandım. Nəhayət tamaşa başladı. Mən səhnəyə çıxdım. Hərarətim yüksək idi. Yanaqlarım od tutub yanırdı. Ürəyim sürətlə döyünürdü. Buna baxmayaraq rolumu məharətlə oynayırdım. Tamaşa sona yaxınlaşırdı. Əlimdə bayraq düşmənə tərəf gedərkən birdən səndələdim. Bayraqdan tutaraq yavaşca yerə oturdum. Gözlərim qaraldı. Özümü saxlaya bilməyib yıxıldım. Yoldaşlarım məni qaldırdılar, su verdilər. Yaxşı ki, Cabir müəllim yanımızda idi. Cabir müəllim yanımızda yox idi. Onlara bərk-bərk tapşırdım ki, Cabir müəllimə heç nə deməyin. Öz-özümə düşünürdüm. Axı mən Natiq Qasımovun rolunu oynayıram. Onun kimi olmalıyam. O vətən uğrunda canından keçib. Bir qızdırma nədir ki, mən ona dözməyim. Bugün mən də öz borcumu yerinə yetirməliyəm. Və beləliklə əsəri axıra kimi qaldığım yerdən davam etdirdim. Sonda tamaşaçılar ayaq üstə bir neçə dəqiqə həm məni, həm də digər aktyorları alqışladılar. Belə, mətnin deməli, Həsənin dilindən danışdıq. Arada biz özümüz əlavələr də elədik. Və sonuncu tapşırığımızı yerinə yetirdiyimizə görə sağ olun, salamat qalın. Bu günlük bu qədər. Növbəti video izahlarda görüşənədək.